Əgər sən həqiqi həmbəli olsaydın, həqiqətən də həqiqi həmbəli olsaydın və həqiqi əsər əhli olsaydın, bu mövzuda rəvayətlərin hamısını cəm edərdin. Hamısını cəm etdikdən sonra İmam Əhmədin nə qəsd etdiyini bildirərdin. İmam Əhməd deyir ki, Allah görür, bunun necə olduğunu bilmirik, necə güldüyünü bilmirik. İmam Əhməd Allahın necə güldüyünü bilmir. Yeni həmbəllər isə Allahın gülməsindən nə qəsd olunur onu bilmirlər. İndi biz sənə sual veririk. Buna cavab verin. 5-ci rəddiyədə dediyi cavab vermədin, üstündən keçdin. Heç məsələyə toxunmadın da belə. Sanki belə bir şey zikr etməmişdik biz. İmam Əhməd deyir ki, Allahın nazil olması dəlildir ki, Allah subhanahu wa ta'ala qiyamət günü görüləcək. Bəs deyirdiniz, nuzulun mənası qapalıdır, bilinmir. Peyğəmbər nə murad edib bilinmir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala imamil mursalin ve ala alihi ve ashabihi ecma'in. Əmmə bə'du, əssəlamu aleykum və rəhmətullahi və barakatuh. Biz bugünkü dərsimizdə mənaların Allaha buraxılması haqqında müəyyən nəqilləri oxuyacağıq, həmbəli imamlarını. Xüsusən Şeyx İbn Teymiyyə rəhməhullahdan qabaq gələn həmbəli imamlarını oxuyacağıq nəqilləri. Əksər nəqilləri yox, bir çox nəqilləri oxumağa çalışacağam bu dərsdə. Və isbat edəcəyik ki, həqiqətən sələfin məzhəbi xəbəri sifətlərin mənasını Allaha həvalə etməkdir. Və oxuyacağımız birinci nəqil Əbu Abdullah Əhməd ibn Həmbəl Şeybənidəndir, məzhəbin imamı rəhməhullah. Əbu Bəkr Əl-Xəllal Əs-Sünnə əsərində buyurur. İsa ibn Əli mənə xəbər verdi ki, Həmbəl onlara danışıb dedi. Əbu Abdullahdan, yəni İmam Əhməddən soruşdum. Uca Allahın hər gecə dünya səmasından nazil olması, Allahın axirətdə görülməsi, Allahın öz qədəmini cəhənnəmin üzərinə qoyması və buna bənzər rivayət edilən hədislər barədə soruşdum. Görürsünüz, yəni burada da sırf xəbər sifətlər barəsində soruşur. Bəziləri iddia edirlər ki, güya bu sifətlər arasında heç bir ayrım yoxdur. Əslində var və məhz sələf imamlarından bu sifətlər barəsində soruşurlar. Yəni verilən sual bu sifətlər barəsində olub və onların da cavabı nə olub? Gəldiyi kimi üzərindən keçin. Əbu Abdullah buyurur İmam Əhməd. Keyfiyyət və məna vermədən ona iman edirik və onu təsdiqləyirik. Ondan heç bir şeyi rədd etmirik. Biz bilirik ki, səhih isnadlarla gələcəyi təqdirdə Allah Rasulunun sallallahu əleyhi və səlləm çatdırdıqları haqqdır. Allah Rasulunun sallallahu əleyhi və səlləmin dediyi sözləri rədd etmirik. Habelə Allaha həd yaxud qayə nisbət etmədən onun özünü vəsf etdiyindən çox vəsf etmirik. Yəni həd qayə nədir? Yəni Allaha sərhədlərlə və ya sonunun olması kimi şeylərlə vəsf etmirik. Onun heç bir bənzəri yoxdur, eşidəndir görən. Biz onun dediyi kimi deyir və özünü vəsf etdiyi kimi vəsf edirik. Və bu işdə həddi aşmırıq. Vəsf edənlər onun sifətini vəsf etməkdən acizdirlər. Onun sifətləri ondandır. Həmçinin biz Quranın və hədislərin önünə keçmirik. Biz onun dediyi kimi deyir və özünü vəsf etdiyi kimi vəsf edirik və bunun önünə keçmirik. Yəni biz buradan aydın olur ki, əslində bu gün düzdür Quran və sünnət iddiasında olan insanlar bu cür demirlər. Onlar nə deyirlər? Yəni əslində biz sələfin qövllərinə baxanda görürük ki, onlar isbat edirlər, onu zahiri üzrə buraxırlar. Amma indikilər nə deyirlər? Deyirlər ki, biz onun mənalarına dalmalıyıq, biz onun mənalarını bilirik. Amma görürük ki, Əhməd ibn Həmbəl rahimehullah onların dediyi kimi isbat etmir. Yəni nə edir? Deyir ki, ona məna və keyfiyyət verməli iman gətirdi. İnşallah biz gələcəkdə keyfiyyət məsələsində geniş şəkildə danışmağa çalışacağıq Allahın izniyle və Allah təaladan kömək istəyirik. Gəldik çatdıq yeni həmbəllərin ən əsas və ən güclü dəlillərinin izahına. Hansı ki, o dəlillə əsasən xəbəri sifətlərin mənalarının qapalı olduğunu iddia edirlər. Deyirlər ki, bu sifətlərin mənası qapalıdır, mənası, muradı sir olaraq uca Allahın elmindədir. O hansı dəlildir, hansı dəlillə əsasən bu iddianı deyirlər? İmam Əhməd rahimehullah təalədən sifətlər mövzusunda bir əsər vardı olub. Orada İmam Əhməd nə deyir? La keyfə və la ma'na. Sifətlərin nə bir keyfiyyəti var, nə də ki, mənası. Biraz öncə videosunu müşahidə etdiyiniz həmin o yeni həmbəlinin də gətirdiyi həmən ilə bu əsərdir, bu rivayətdir. Bu rivayətə əsasən deyirlər ki, sifətlərin mənaları qapalıdır. Bu əsər üzərindən yeni həmbəlinin yol verdiyi bütün elmi xətaları Allahın izni ilə tək-tək açıqlayacaq. Nəticədə bu əsəri dəlil gətirməsinin nə qədər əsassız və nə qədər uğursuz olduğu barədə səndə zərrə qədər də şübhə qalmayacaq. Sadəcə səndən tələb olunan diqqətlə qulaq asmaq və burada eşitdiklərini qeyd etməyindir. Bu rivayətin yeni həmbəlinin anladığı mənadan uzaq olmasını isbat etməyimiz üçün bu rivayəti bir neçə yöndən araşdıracağıq. Ən birinci, rivayətin məna baxımından araşdırılması. Rivayətin məna baxımından araşdırılmasına keçməmişdən ilk öncə rivayətin özü ilə tanış olaq. Əbu Bəkr Əl-Xəllal rahimehullah təala buyurur ki, Əli ibn İsa mənə xəbər verdi ki, Həmbəl ibn İshaq onlara belə rəvayət etmişdir. Həmbəl ibn İshaq deyir ki, mən Əbu Abdullahdan, İmam Əhməd rahimehullahdan,
Allah təbarəkə və tealənin hər gecə dünya səmasına enməsi, Allahın görülməsi, Allahın qədəmini cəhənnəmin üzərinə qoyması və buna bənzər rivayət edilən hədislər barəsində nə deyirsiniz deyə soruşdum. Yəni bunları biz necə etiqad etməliyik? İmam Əhmədə sual verir. İmam Əhməd cavabında buyurur ki, Əbu Abdullah dedi: biz onlara o sifətlərə iman edirik və onları təsdiqləyirik. Nə keyfiyyət, nə də məna yoxdur. Onlardan heç nə rədd etmirik. Bilirik ki, əgər səhih isnadlarla gəlmişdirsə, Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi haqdır. Rasulullaha qarşı sözünü rədd etmirik. Allah Teala özünü və ya Rasulü onu nə ilə vəsf etmişdirsə, ondan artıq bir şeylə vəsf edilməz. Hədsiz və qayəsiz. Yəni sifətlərə bir hədd, yəni bir forma, bir ölçü, bir başlanğıc və bir son nöqtə qoymaq olmaz. Hədsiz və qayəsiz dedikdə İmam Əhməd rahimehullah təala bunu nəzərdə tutur. Ayəni qeyd edir İmam Əhməd, onun bənzəri heç bir şey yoxdur. O eşidənlər görəndir. Şura surası 11-ci ayə. Və sonra buyurur ki, vəsf edənlər onun sifətini layiqincə vəsf edə bilməzlər. Onun sifətləri ondandır. Biz Qur'andan və hədisdən kənara çıxmırıq. Necə deyilibsə elə deyirik. Özünü necə vəsf edibsə elə vəsf edirik və bundan irəli getmirik. Qur'anın hamısına, mühkəminə də, mütəşabihinə də iman edirik. Kimin isə çirkin görməsi və ya pis təəssürat yaratması səbəbi ilə Allahın sifətlərindən heç birini ondan uzaqlaşdırmırıq. Bu rivayətin bütöv hissəsi idi. Tam versiyası idi, forması idi. Yeni Həmbəlinin bu rivayətdən tutunduğu yeri nu'minu bihə və nusaddiqu bihə və la keyfə və la ma'na. Biz bu sifətlərə iman edirik və onları təsdiqləyirik. Nə keyfiyyət, nə də məna yoxdur. Onlardan heç nəyi rədd etmirik. Dəlil gətirdiyi yer burasıdır. Lap dəqiq desək, İmam Əhmədin la keyfə və la ma'na sifətin nə keyfiyyəti var, nə də mənası. Əsas bu hissəsini dəlil gətirir və deyir ki, İmam Əhməd rahimehullah təala demək istəyir ki, sifətlərin mənası qapalıdır. Yeni Həmbəli deyir ki, İmam Əhməd rahimehullah təala bu əsərdə sifətlər haqqında la keyfə və la ma'na deməsi, sifətlərin nə keyfiyyəti var, nə mənası söyləməsi, bu o deməkdir ki, sifətlərin mənaları qapalı olduğuna dəlalət edir. Siz İmam Əhməd rahimehullah təala sözünə fikir verin. İmam Əhməd deyir ki, la ma'na sifətin mənası yoxdur. Bunu Yeni Həmbəli deyir ki, İmam Əhməd demək istəyir ki, yəni sifətin mənası qapalıdır. İndi nə dərəcədə uyğunluğuna siz özünüz fikir verin. Uyğun gəlirmi, yoxsa yox? Və biz deyirik ki, qəti şəkildə bu yanlış yanaşmadır. Bu rivayəti bu cür başa düşmək ki, İmam Əhməd deyəndə ki, sifətlər mövzusunda la ma'na, mənası yoxdur, yəni mənası qapalıdır, qəti şəkildə yanlışdır. Və burada zərrə qədər də biz şübhə etmirik. Niyə bu yanlış yanaşmadır? Niyə bu yanlış yanaşmadır? Niyə hədisi bu cür imamın rivayətini bu cür başa düşmək yanlışdır? Rivayətə diqqətlə fikir verin. Əslində İmam Əhməd rahimehullah təalənin bu kəlamı la ma'na, məna yoxdur, sifətlər mövzusunda məna yoxdur deməsi bu iki şeydən birinə dəlalət edir. Əslində bu iki şeydən birinə dəlalət edir. Birincisi, İmam Əhməd rahimehullah təala la ma'na, məna yoxdur deməsi bu mütləq şəkildə sifətlərin mənasının olmamasına dəlildir əslində. Yəni, nə qapalı, nə də ki, zahir bir məna yoxdur anlamındadır. İmamın sözünün zahiri budur. Əgər sən bu mövzuda imamdan varid olan digər rəvayətləri ələ almayacaqsansa, ancaq bu rivayətə söykənəcəksənsə, o zaman rivayətin haqqını ver. İmam Əhməddən bu mövzuda nə qədər rivayətlər var. Sən o rivayətlərin heç birini ələ almırsan. Ancaq bu rivayətdən yola çıxırsan. Madəm bu rivayətdən yola çıxacaqsan, o zaman bu rivayətin haqqını verəcəksən. Rivayətdə nə deyilir, onu deyəcəksən. İmam Əhməd rahimehullah təala burada mənanı mütləq şəkildə inkar edir sifət mövzusunda. La ma'na, məna yoxdur. Bu da mütləq şəkildə mənanın olmaması deməkdir. Yəni, nə qapalısı yoxdur, nə də zahiri, aşkarda olanı yoxdur. Yəni, bu ərəb dilinin tələbi budur.
Madam imamın kəlamı ərəb dilindədir, ərəb dilinin qavaidlərinə, qaydalarına uyğun başa düşməliyik. Çünki İmam Əhməd rahimehullah təalənin burada işlətdiyi ədat la ma'na, məna yoxdur. Buradakı la inkar ədadı. Ona ərəblə nə deyirlər? La ən-nəfiyyətu lil-cins. Cinsi inkar edən, yəni mütləq şəkildə inkarı ifadə edən ədaddır bu. Bu elə bizim şəhadət kəlməsində gətirdiyimiz la ilahə illallah kəlməsində işlətdiyimiz la-dır. Çünki biz nə zaman la ilahə dedikdə nə ifadə etmiş oluruq? Bütün ilahların mütləq şəkildə inkar etmiş oluruq. Hətta istisna etməsəydik əgər, illallah deməsəydik, yalnız la ilahə desəydik, biz bununla batil ilahları da, batil məbudları da və haqqı ilə ibadət olunan məbudu da, yəni Allah subhanahu və teala'nı da inkar etmiş olardıq əgər təhsil la ilahə desəydik. Çünki buradakı la nədir? Mütləq şəkildə inkarı bildirir. İstisna etməyimizlə, illallah deməyimizlə Allah subhanahu və teala'nı isbat etmiş olduq. Həmin la burada elə imamın kəlamındadır. La ma'nadir, məna yoxdur. Bu da mütləq şəkildə mənanın olmamasına dəlalət edir. Bu ərəb dilinin tələbidir. İndi biz sual verdik. İmam Əhməd rahimehullah teala mənanı mütləq şəkildə sifətlərdən nəfi etdiyi halda, dediyi halda ki, məna heç yoxdur, nə qapalısı yoxdur, nə də ki, zahiri yoxdur. Belə olduğu halda sən nəyə əsasən deyirsən ki, mənalar qapalıdır? Sir olaraq Allah subhanahu və teala'nın elmindədir. İmamın sözünün zahiri o deyil. İmam onu demək istəmir. İmamın sözünü sən özün elə başa düşürsən. İmam bunu demək istəmir. Bu bir. İkincisi, nəyə dəlalət edə bilər? İki şeydən dedik, birinə dəlalət edə bilər. Birincini zikr etdik. İkincisini. İmam Əhməd rahimehullah teala sifətlər haqqında la ma'na, məna yoxdur dedikdə, əslində bidət əhlinin qoyduğu mənanın olmadığını qəsd edirdi. Mənaların qapalı olduğunu deyil. Elə onun kəlamının, bu kəlamının həqiqi izahı da budur. Çünki o, la ma'na, məna yoxdur sözü ilə sifətlərə özlərində məna və təfsir edən bidət əhlini inkar etmişdir. Sifətlərin mənalarının qapalı olduğunu nəzərdə tutmamışdır. Hətta əksinə İmam Əhməd özü bu ifadəsi ilə sifətlərin zahirində olan mənanı saxlamış, bidət əhlinin təhrif edərək özlərindən sifətlərə ixtira edərək verdikləri mənaları inkar etmişdir. İmamın sözü buna dəlalət edir əslində. Biz bunu nə üçün belə başa düşməliyik? Nəyə görə İmam Əhməd rahimehullah teala'nın sözünü bu cür başa düşməliyik ki, İmam Əhməd rahimehullah teala bu yeni Həmbəlinin gətirdiyi rivayətdə sifətlər mövzusunda la ma'na dedikdə, yəni o sifətləri zahirdə gələn mənalarını təsdiq edir, bidət əhlinin sifətlərə yüklədiyi mənanı inkar edir. Niyə bu cür başa düşməli İmam Əhməd rahimehullah teala'nın sözünü? Buna bu cür başa düşməyimizə əsas iki dənə səbəb var və hər ikisi də olduqca mötəbərdir və hər ikisinin də ətrafında çox geniş şəkildə danışacağıq. Belə ki, hər iki səbəb də o səviyyədə mötəbərdir ki, bizi məcbur edir İmam Əhməd rahimehullah teala'nın sözünü bu cür başa düşək. O səviyyədə hətta məcbur edir ki, bizi İmam Əhməd rahimehullah teala'nın sözünü bu cür başa düşək. Hər ikisini deyirəm indi. Birinci səbəb. İmam Əhmədin vaxtı ilə içində olduğu vaqiyə əsasən bunu bu cür deməliyik. İmamın sözünü bu cür başa düşməliyik. Onun bu sözünün müxatabları kim idi? Kimlərə sifətlər mövzusunda İmam Əhməd rahimehullah teala la ma'na, sifətlərin mənası yoxdur deyirdi. Sifətlər ilə əlaqəli imamın müxalifləri kim idi? Xusumları, düşmənləri kim idi? Sifətlər mövzusunda İmam Əhməd rahimehullah teala'nın. Bu amillər hamısı çox mühüm amillərdir, qardaşlar. Bunlar nəzərə alındıqda ki, İmam Əhməd rahimehullah teala'nın vaxtı ilə içində olduğu vaqiə nəzərə aldıqda
La ma'na sifətlərin mənası yoxdur. Kimə deyirdi? Müxalifləri kim idi? Kimlərlə ixtilafdaydı? Sifətlər mövzusunda kimlərlə ixtilafdaydı? Bunların hamısı nəzərə alındıqda İmam Əhməd rahimehullah təala'nın sözü nə olur? Aydın olur, bilirsən. Çünki İmam Əhməd bu sözünü boşuna deməyib. Bu sözün səbəbi var. Bu sözün deyilən kəsləri var, deyilən zamanı var və deyilən məkanı var. Ümumilikdə, yəni vaqiəsi var. O vaqiə nəzərə alınmadıqda hər kəsən İmam Əhmədin sözünü öz havasına o zaman dəlalət elətdirə bilir. Necə ki, bunu bizim bu yeni həmbəlimiz elədi. Bu birinci möhtəbər səbəb. Və hamısının da ətrafında geniş danışacağıq. Bunları dəlillə ispat edəcəyik. İkinci səbəb. İmam Əhməddən bu mövzuda gələn digər rəvayətlər. Biz onları, sifətlərlə əlaqəli İmam Əhməddən digər gələn rivayətlər. Biz o rivayətləri hamısını ələ aldığımız zaman görürük ki, əslində İmam Əhməd rahimehullah təala sən demə, yeni həmbəlinin gətirdiyi bu rivayətdə la ma'na, məna yoxdur dedikdə mənanın qapalı, mənaların, sifətlərin mənalarının qapalı olduğunu nəzərdə tutmayıb, əksinə o şəxsən özü sifətləri zahirindəki mənaları ilə isbat etmişdir. Bu barədə ondan və əshabından çox sadə rəvayətlər mövcuddur. Həddindən artıq çoxdur. Və bir az sonunda sən buna şahid olacaqsan. Deməli, dedik ki, İmam Əhməd rahimehullah təala'nın yeni həmbəlinin gətirdiyi o sözünü bu cür başa düşməyimizə əsas iki dənə səbəb var. Birincisi, və hər ikisi də olduqca mötəbərdir. Birincisi, İmam Əhməd rahimehullah təala vaxtı ilə içində olduğu vaqiəni nəzərə almaq, o vaqiəni nəzərə alsaq və sifətlərlə ikincisi, və sifətlərlə əlaqəli imamdan digər rəvayətləri hamısını ələ alsaq, o zaman görəcəyik ki, İmam Əhməd bu yeni həmbəlinin gətirdiyi rivayətdə la ma'na deməsi heç o demək deyildi ki, mənalar nədir? Qapalıdır. Tam başqa bir şeydir. Hamısına şahid olacaqsınız. İndi diqqətlə qulaq asın, qardaşlar. İmam Əhməd rahimehullah təala'nın özünün yazdığı Cəhmi və Zındıqlara Rəddiyə adlı bir kitabı var. Və onu da qeyd edim ki, bu kitab olduqca mötəbər bir kitabdır. Və imamın bu adda kitabının olması məzhəbdə demək olar ki, icmadır ki, imamın bu cür kitabı var. Və qətiyyətlə deyirəm ki, mümkün deyil ki, kimsə o kitabı oxusun və İmam Əhmədə sifətlərin mənasının qapalı olduğunu nisbət etsin. Bu mümkün deyil. Bu kitabı oxuyan adam mümkün deyil ki, təfvitçi olsun, sifətlərin mənalarının qapalı olduğunu deyənlərdən olsun. Mümkün deyil. Ona görə də hər bir kəsə bu kitabı oxumağı tövsiyə edirəm. Ərəb dili bilənlər ərəb dilində əldə edə bilərlər. Ərəb dilini bilməyənlər isə araşdırma nəticəsində həm rus dilində, həm də türk dilində internetdə mövcuddur, tapa bilərsiniz. Həmin adı keçən bu kitabda, İmam Əhməd rahimehullah təala'nın kitabında Allah subhanahu və təala'nın qiyamət günü möminlərin gözünə görünməsi ilə əlaqəli bir bölmə var. O bölmədə İmam Əhməd rahimehullah təala baxın görün nə deyir. Deyir ki, biz cəhmilərə dedik, nə üçün cənnət əhlinin Rəbbinə baxacağını inkar edirsiniz? Yəni, rü'yətullahı. Məgər Allah özü buyurmurmu? Üzlər qiyamət günü Rəbbinə baxacaqdır. Quran ayəsidir. Üzlər qiyamət günü Rəbbinə baxacaqdır. Cəhmilər cavabında belə dedilər. Üzlər qiyamət günü Rəbbinə baxacaqdır ayəsinin mənası, üzlər Rəbbinə qiyamət günü baxacaqdır ayəsinin mənası budur ki, üzlər Rəbbindən gələcək savabı gözləyəcək. Yəni, onlar Rəbbin özünə deyil, onun əməli və qüdrətinə baxacaqlar. Fikir verin, ayəni təhrif etdilər və təhrif etdilər, nə deyirlər? Deyirlər, mənası budur. Təhrif edərək deyirlər, nədir? Mənası budur. Və bu kitabda, əziz qardaşlar, bu cür nümunələr olduqda çoxdur. İmam Əhməd cəhmilərə deyir ki, və belə nümunələr çoxdur bu kitabda. Baxsaz, görəcəksiniz. Nə üçün bunu inkar edirsiniz? Nə üçün bunu qəbul etmirsiniz? Nə üçün bunu bu cür edirsiniz? Hər dəfəsində cəhmilər nə deyirlər? Çünki bunun qəsdi budur, çünki bunun mənası budur, çünki bunun təvili budur, çünki bunun təfsiri budur. Cavabında bu cür deyirlər. Başqa bir dəlil. Baxın, İmam Şafinin yaxın dostu və xüsusi şagirdi, xəlifə Mə'munun qarşısında cəhmilərin başçılarından biri olan
Bişir Əl-Mərisi ilə münazirə edən Abdüləziz ibn Yahya Əl-Kinani rahimehullah təala. Vəfat tarixi 240. İmam Əhməddən bir il öncə vəfat edib. İmam Şafinin böyük dahi bir tələbələrindən biridir. Belə ki, ləqəbi var. Sahibi Şafii. Şafinin nəyi? Dostu. Onun yazdığı Cəhmi və Zındıqlara Rəddiyə adlı bir kitabı var. Cəhmilər Rəddiyə. Təəssüflər olsun ki, o kitab məfqud kitablardan, yəni itmiş kitablardandır. Əlimizdə yoxdur. O kitabdan sadəcə əlimizdə bəzi statlar, nəqillər var. Onu da bəzi elm əhli öz kitablarında qeyd edib. Yəni əlimizdə hal-hazırda o kitabdan bəzi statlar var. O kitabdan bəzi statları da gətirən alimlərdən də biri kimdir? İbn-i Qeym rahimehullah təala Səvaiq-ül Mursələ adlı kitabında qeyd edib. İndi oxuyacağım nəqil İbn-i Qeymin kitabındadır. Abdüləziz Kinani deyir ki, Cəhmi soruşulduqda ki, Allahın üzü, nəfsi və əli varmı? Cavabında Cəhmi deyir ki, bəli, Allahın üzü, nəfsi və əli var. Lakin Allahın üzünün mənası elə Allahın özüdür. Nəfsinin mənası zatının özüdür. Əlinin mənası isə nemətdir. Fikir verin, cəhmilər sifətləri təvil edir və bunun mənası budur deyirlər. Təvil edirdilər, təhrif edirdilər. Təbii ki, bu təhrifdir. Təvil edərək təhrif etməkdir. Və nə deyirlər? Deyirlər ki, bunun mənası budur. İmam Tirmizi rahimehullah təala öz sünənində 3-cü cild 50, 51, 52-ci səhifələrdə buyurur ki, Uca Allah öz kitabında özünü görmək, eşitmək və əl ilə vəsfləndirib. Cəhmilər isə bu sifətləri elm əhlinin təfsiri ilə deyil, özlərinin təfsirlərlə təfsir edib təvil etdilər və dedilər ki, Allah subhanahu wa ta'ala Adəmi əli ilə yaratmamış, çünki əlin mənası qüdrətdir. Deməli, əziz qardaşlar, bu oxuduğum nəqillər hamısı bizlərə açıq-aydın şəkildə nəyi göstərir? Göstərir ki, cəhmilər sifət ayələri təvilə məruz qoyub, təhrif edərək, bunun mənası belədir deyirdilər. Onların verdikləri sual verir indi. Onların verdikləri məna sifətlərə haqqı ilə olan mənadır, yoxsa təhrifi idi? Əlbəttə ki, təhrifi idi. Cəhmilər iddia edirdilər ki, bu sifətlərin zahirdə görünən mənası yox, batini gizli mənası vardır. Bu cəhmilərin etiqadı bu idi. Aha, demək ki, İmam Əhməd rahimehullah təala sifətlər mövzusunda məna yoxdur dedikdə, nəinki İmam Əhməd, hətta bütün sələflər məna yoxdur dedikdə, sifətlərin mənasının qapalı olduğunu qəsd etmirmiş. Bidət əhlinin verdiyi mənanı qəsd edirmiş. Çünki rivayətlərə baxın. 2 dənə rivayət oxudum və bu rivayətlər sələfdən olduqca çoxdur. Sadəcə videonun həcmini böyütməmək məqsədi ilə 2 dənə nəql edirəm. Onlar təhrif edirdilər və deyirlər bunun mənası budur. İmam Əhməd də sifətlərə mövzusunda mənası yoxdur deyəndə cəhmilərin qoyduğu mənana deyirdi. Çünki sələf imamlarının əziz qardaşlar, sifətlər mövzusunda əsas 2 dənə müxalifləri var idi. Bunlar bəsit şeydir. Bunları başa düşmək lazımdır. Ona görə də mən deyirəm ki, sələf imamların sözləri ümumən, xüsusən İmam Əhməd, onların olduğu vaqiyə görə alınmalıdır. Sələf imamlarının sifətlər mövzusunda əsas 2 müxalifləri var idi. Cəhmilər, kimlərdir onlar? Sifətləri təvil edərək özlərindən məna verirdilər. Və bir də kimlər? Kərramilər, sifətlərin müəyyən bir keyfiyyətdə olduğunu deyənlər. Sələf imamlarının sifətlər haqqında dedikləri qaidələr bu 2 firqələrə rəddi olaraq deyilmişdir. Sələf imamları öz kəlamlarında sifətləri gəldiyi kimi isbat edin, təfsir etməyin dedikləri zaman onlar cəhmilərin sifətləri təhrif edərək özlərindən məna vermələrini qəsd edirdilər. İkinci rəddiyəmizdə də, verdiyimiz elmi rəddidə də, ikinci dərsdə də biz bunu izah elədik. Qənaətbəxş şəkildə əsaslandırdıq biz bunu. Sələf imamlarını dedikdə ki, sifətlər gəldiyi kimi götür, gəldiyi kimi ispat et, təfsir etmə. Bu heç də o demək deyil ki, sifətlərin təfsiri yoxdur. Necə ki, bunu bizim bu yeni Həmbəli başlayır. Sələf imamlar dedikdə ki,
Sifətlər gəldiyi kimi götür, təfsir etmə. Bu heç də o demək deyil ki, sifətlərin mənası qapalıdır. Necə ki, bunu bizim bu yeni Həmbəli başa düşür. Ümumiyyətlə, təfsir etmə. Bunun sifətin mənasının qapalı olmağı ilə nə əlaqəsi var? Bir şeyi təfsir etməmək, təfsiri qadağan etmək, həmin şeyin mənasının qapalı olmasına dəlildir. Əksinə biz, yəni bu barədə geniş məlumat almaq istəyən qayıtsın yerində o ikinci rəddiyyə baxsın. Biz ispat etdik, əksinə sələf imamları açıq aydın öz kəlamlarında elə özləri bildiriblər ki, onlar bu sözləri ilə bidət əhlinin, cəhmi və mu'təzilinin verdiyi təfsiri, verdiyi təvil nəzərdə tuturlar. Və nə qədər nəqillər gətirdi. Onlardan birini təkrarlayayım. Hafiz ibn Həcər, Fəthül Baridə öz isnadı ilə Lələkəyə isnad edərək, İmam Lələkəyi rahimehullah təala isnad edərək deyir ki, kimdən gətirir? Muhammed ibn Həsən Şeybani, İmam Əbu Hanifənin tələbəsindən. Muhammed ibn Həsən Şeybani nə deyir? Kim bugün bu sifətləri təfsir edər və Cəhm ibn Safvanın sözünü deyərsə, Muhammed sallallahu aleyhi və səlləmin və onun ashabının yolundan çıxmış olar. Demək ki, təfsir var. Sadəcə sələflərin inkar etdiyi, nəfi etdiyi təfsir nə idi? Bidət əhlinin qoyduğu təfsir idi. Həmçinin sələf imamları, rahimehumullah təala, sələf alimləri sifətlər mövzusunda sifətlərə misal çəkməyin, keyfiyyət verməyin və necədir deməyin dedikləri zaman sifətlərin müəyyən bir formada və ya məxluqun sifətinin növündən olduğunu deyənlərə cavab verirdilər. Yəni, sizlər sələf alimlərinin bəzi sözlərini götürürsünüz, amma o kəlamların, o sözlərin gəldiyi vaqini isə tərk edirsiniz. O sözlər kimlərə deyilib, nə üçün deyilib, bunları nəzərə almırsınız. O durumu nəzərə almırsınız. O sözlər deyildiyi vaqiyə uyğun götürülmədikcə, hər kəsən o kəlamları öz havasına aid eləyə bilir. Bu kəlamların hamısı o vaxtki vaqiyə bağlıdır. O vaxtki müxatablara, kimlərə deyilibsə onlara bağlıdır. Çünki sələf imamlarının müxatabları, xasımları, yəni sifətlər mövzusunda belə deyək, düşmənləri kimlər idi? Cəhmilər və kərramilər idi. Rəvayətin məna baxımından araşdırılmasına baxdıq. Rəvayətin mətn baxımından araşdırılması. Rəvayətin, yeni Həmbəlinin gətirdiyi həmin bu rəvayətin mətn baxımından araşdırılması.